Peyğəmbər sallavatullahın mötəbər hədislərinin birində keçir ki, əgər meşələr qələm ola, dəryalar, çaylar, sular mürəkkəb ola, yazanlar, cinlər, hesablayanlar, mələklər, insanlar hamısı bir yerə yığışalar, istəyələr əmimoğlu Əlinin fəzilətlərini yazalar, yazıb qurtara bilməzlər. Ona görə biz danışmaqla da bitən deyir, Gər Xuda ra ömr ibadət kuni, Kəbə ra 100 bar ziyarət kuni, Hubb Əli gər nəbuvət در دلت آتش سوزنده بود منزلت. Gər Xuda ra ömr ibadət kuni, əgər ömrün boyu Allaha ibadət edəsən, Kəbə ra 100 bar ziyarət kuni, Allahın ev olan Kəbəni də 100 kərə, 100 dəfə ziyarət edəsən, Hubb Əli gər nəbuvət در دلت, əgər Əli məhəbbəti, Əli sevgisi sənin qəlbində olmasa, atəş suzəndə buvat mənzilət. Qəbrin ilk gecəsi sorğu sualın da ağır olar, elə od tutsa da yer var. Allah bayramımızı mübarək eləsin. Allah bizi Əli ibn Əbi Talibin vilayətindən, imamətindən bir göz qırpımı belə ayrı salmasın. Mən bir daha sizi, bütün dünya müsəlmanlarını, əzizləri, başda zamanı imamımız olmaqla bütün səsimizi eşidən analarımızı, bacılarımızı, ümumən bütün müsəlmanları səmimi dildən, qəlbdən təbrik edirəm. Allah mübarək eləsin.